Salam dostlar. Dostlar bu divarı neye göre gösterirəm? Keçən dəfə bu hissəyə birinci videomuza baxanlar bilir ki, bu hissədə taxtalar var idi və o taxtalar yığışdırılıb və səliqəyə salınıb gördüyünüz kimi və bomboş ərazi kimi səliqəli və süpürülmüş bir formada yer aldı. Nəhayət bizim zona bu istiqamətdədir. Gün düşür, ona görə o tərəfləri çox çəkə bilmirəm və belə bir gözəl yer oldu. Biraz taxtalar da divara yapışmışdı. Taxtalar hamısı yaş olduğu üçün nəmişlik çəkib görürsünüz divar və bu halda nəmişlik çəkib. Çünki divarın yuxarı hissəsində nəmişlik yoxdur, ancaq o taxtaların olan hissəsində nəmişlik var idi. Sən demə yağış onları yaş eləyib divara yapışıb və divarda nəmişlik görürsünüz, qopmalar baş verib. Yəni belə hallarda da nəmişlik baş verdiyini biləsiz. Və bir təbiəti göstərim sizə. Günəşin düşməsi çox gözəl bir təbiət kimi göstərir. Yaxşı dostlar, hələlik inşallah növbəti videolarda görüşənə qədər.